Deməli uşaqlar, Windows-un elə özündən başlayaq. Tab bağlamaq istəyirik, Ctrl-W ilə tabı bağlaya bilirik. Yəni yeni bir tab açın, Ctrl-W ilə bağlayın. Birinci komandamız brauzerdə tab bağlamaq. Ctrl-W bir yerdə basırıq və tab bağlanır. Bağlanmış bir və ya bir çox tabı yenidən açmaq. Ctrl Shift T. Narahat olmayın, bir yerdən sonra sizin də yadınızdan çıxacaq, amma elə deyək, əlinizi klaviaturaya vurdu, sən ki biləcəkdir ki, bunu eləyirəm, qaydır. Tablar arasında gəzmək. Ctrl Tab. Spesifik taba getmək. Ctrl plus, misal üçün 4 rəqəm sırası varsa. Məsələn 4 dənə tab var, Ctrl 4 deyirsiniz, 4-cüyə, Ctrl 3 3-cüyə. Qalanlar da Ctrl H, Ctrl J yüklənənlərə keçmək, tarixçiyə keçmək isə bunlar çox da vacib deyil. Əsas Ctrl F. Saytda nəsə axtarmaq söz. Bir Azərbaycanca ilə. Başa düşürsünüz olmasa. Tablar arasında keçmək, Alt Tab. Səhifə deyil də, folder mi deyək, proqram arası keçid etmək. Arasında keçid etmək. Alt Tab. Ctrl Tab sən brauzerdədir. Alt Tab, misal üçün VS Code-la mən şeyin arasında keçirəm. VS Code-u şey edirəm, bunu şey edirəm. VS Code-un özündə uşaqlar. Deməli, burada Ctrl F, yəni axtarmaqdır sözü, misal üçün bizə blue lazımdır. Blue'nu görürük. Bizim çoxlu fayllarımız var. Çoxlu fayllarını ben göstərəm. Mənim işte uçur da bulanın da içində 50 dənə. Mən yazan deyil, uşaq yazan, tələbə yazan deyil. Siz deyəsiniz. Bunların içində mənə kod lazımdır. Gəl tap görüm, tapa bilirsən. Bunun içində mən rahat, misal üçün, nədir burada? Invoice-dur, yoxsa first name lazımdır. First name deyirəm. Gəlib burada 3 dənə tapıram. Yaxşı. Bəs mən bunu first name adlı bir şey işlətmişəm. Amma burada minlərlə sətr kod var. First name'i bütün proyekt içində necə axtararam? Ctrl Shift F. Gəlirəm. First name'i bura yazıram. Və ya misal üçün first yazaq. Burada mənə harda first işlənib yazır. Index CSS-də, registerdə. Narahat olmayın, bu CSS-dən oxşar saya bilərsiniz. Keçəcəyik. Burada first işlənib. Sonra Navlinkdə first işlənib. Burada first işlənib. Bu xüsusi ilə error axtaranda baya köməyimizə gəlir. Çünki belə deyək, indi görəcəksiniz, heç nə yox, CSS-də problem olacaq. İşte kodlar buradadır, rahat baxırsan, bilirsən. Orada ki, neçə min sətirdir. Error çıxırsa gül çiçəkdir. Çıxmırsa problemdir. Error çıxmayanda ki, qalırsan özün axtaraq. Onda sat yolları var, amma
yenə də axtarmalı oluruq bəzən. Okay, bu formada, yəni Ctrl F ilə bağlaya bilirik. Burada Ctrl W da keçərlidir. Yəni Ctrl W eləyib, yenə buradan da taba bağlaya bilərəm. Burada misal üçün bayağı çox komponentim var. İndi React-a keçəndə sizə daha çox lazım olacaq bu. Burada mən digərlərinə keçmək üçün Ctrl P deyirəm və adını yazıram. Misal üçün navbar. Navbarın özünə keçdim. Navbar deyirəm. Bu navbarın CSS bu formada gəlib istədiyimi axtarıram. Okeydirmi? Bu əvvəl yox idi. Misal üçün bu il gəlib. Keçən uşaqlar bunu görməyib. Yəni görəcək də VS Code-la işləsə. Yəni asanlıq olsun deyə bu formada bir şey gətirirlər, yuxarıdakı kodu. Ha belə bunda bağlamaq olur əslində istəsəz. Yəni əvvəllər bu yox idi. Okey. Hələ ki bu qədər. Qalan əslində bayağı çox var. Hətta HTML üçün olanları sizə göstərim. HTML işlədirsiniz. Koda dəymək istəmirəm. Deyək ki, sizə div lazımdır. Gedib div yazmayın. Çünki əksər vaxtı buna class falan da vermək lazımdır. Aysa. Nöqtə, misal üçün, işte, header text deyək. Bu klası ilə bir yerdə yazır. Deyək ki, ID lazımdır. DS qoyuruq, yazırıq, bizə ID ilə yazır. Deyək ki, bizə bir neçə klas lazımdır, ard-arda yazırıq. Deyək ki, bizə ID və klas lazımdır. Belə necə yazacaqsınız? Bu formada yazırıq. Deyək ki, bizə list tagindən class lazımdır. Bu formada yazacaqsınız. Deyək ki, bizə div lazımdır, amma 3 dənə lazımdır. Klası da olsun salam. Bu formada yazacaqsınız. Deyək ki, bizə div lazımdır. Salam olmalıdır. İçində də nəsə yazmalıdır. Bu formada yazacaqsınız. Deyək ki, içində nəsə sıra olmalıdır. Bu formada yazacaqsınız. Deyək ki, sizə siyahı lazımdır. İçində də list olmalıdır. Bu formada yazacaqsınız. Və ya div və ya ürəyiniz istəyən artıq. Deyək ki, bunun style'ı olmalıdır nəsə. Misal üçün, siyahı elementi. İçində də rəqəmlər olmalıdır. Bunu qoyuruq və deyirik ki, bundan misal üçün 5-dir. Gəlir, bu formada bizə yazır. Okeydirmi? Yəni, bu sizin yazma sürətinizi artırar. Bu sadəcə bir dənə üçün keçərli deyil. Misal üçün, div A klasslının içində, div B klasslı içində, div C klasslı ola bilər. Okeydirmi? Yəni, bunu istədiyiniz formada yaza bilərsiniz. Toparlamaq lazımdırsa, sözün içinə ən çox işləyəcəyiniz klasslardır. Misal üçün, text bu formada. ID-ni istifadə eləyərsinizmi? Eləyərsiniz yəqin ki, sectionlarda, misal üçün, hero bu formada. İç-içə bəzən lazım olur. Əsasən siyahılarda ul içində li 4 dənə içində də yazsın. Salam. Hər birində rəqəmləsin olsun. Diqqət eləyin, bax burada yazsaz heç nə işləməz. Ən qabağına gətirib ilişibsə Ctrl space eləyirsiniz, özü başa düşür. Okeydirmi? Sual var mı? Yəni başa düşməniz, daha doğrusu çətin bir şey yoxdur da, işlətməniz biraz çətin məsələdir. Gərək bunu biraz məşq eləyəsiniz ki, əlinizə yatsın. Amma bunu dünən selektorlar keçmişdik yəni. Oradan yadda saxlaya bilərsiniz. Selektor yazır sizə elə bir ki, özü başa düşüb üstünsün yazır. Okey. Belə sürətinizi artıra bilərsiniz. Daha sonra daha vacibi. Deyək ki, biz bəzi yerlərdə xüsusilə bootstrapla işləyəndə
Bəzi yerləri dəyişmək lazımdır. Deyək ki, 1-dən 3-ə qədər olanların hamısına salam yazmaq lazımdır. Salam klası əlavə etmək lazımdır. ISO. Gəlirik, onu seçirik. Ctrl D ilə neçə dənə lazımdırsa hamısına salam klasını veririk. Deyək ki, indi həm liyə, həm salamın birincisinə, həm də bu son ikiyə sağol klası əlavə etmək lazımdır. Sözlər də eyni deyil. Nə qaracam? Gedirəm. Bura altla klik eləyirəm. Alta basılı formada. Bura və bura klik eləyirəm. 5 yerə eyni anda yazıram. Bu da mənim sürətimi artırır. Hansı ki, text, misal üçün, Danger olsun. Bir dənə də P2 qoyaq. Okey. Bu formada. Sonra, deyək ki, mən yazmışam, salam 4, bunun bir dənə də lazımdır. Alt, shift, aşağı oxa basıram və gəlib bununla istədiyim qədər kopyalayıram. Ctrl Z ilə qaydıram. Sonra, misal üçün, Ctrl X ilə bütün sətri kat eləyirəm. Geri qaytarıram, hara lazımdır, ora atıram. Əsasən silmək üçün istifadə edib bütün sətri. Sürətli hərəkət eləmək. Misal üçün, deyək ki, burada 10 dənə klasım var. Mən bunları silmək istəyirəm. Neyini yazam? Belə eləyəcəm. Basıb saxlayacam. Yox. Gedib neyinirəm? Ctrl Backspace. Yəni silirəm, amma Ctrl-la silirəm. Belə olanda bu sözbəsöz silir. Bu formada. Bu, həmçinin keçid eləyəndə də keçərlidir. Misal üçün, mən Ctrl-a basılı halda sola keçmək istəsəm, bu formada sürətli keçə bilərəm. Okey demək? Sonra... Okey, belə çoxdur, amma əslində, yəni, proyekt ki, 2 dənə şeydən ibarətdir, çox da şey eləyə bilmir. Amma misal üçün daha çox bayağı vacib olan bizə bütün proyektdə hansısa bir klası dəyişmək. Misal üçün ingiliscə hərf səhv eləmişik. Düzəltmək lazımdır. Gedim indi okey, burada avtomatik sürətli düzəldirəm də 10 dənə yerdə eyni anda. Mənim həmçinin də 100 dənə də faylım var. Nə edəcəm? Gedirəm Ctrl Shift F eləyirəm. Buradan bütün siyahıları bununla dəyişirəm. Burada artıq bunu eləyəndə bütün nə qədər faylım varsa, indi məndə bir dənə indeks HTML-dir. Atıram 200 dənə indeks HTML vardı, 200-ünü də dəyişəcək. Okey demək? Yəni yazdıqca şey olacaq. Bir dənə əsas bilin ki, belə bir şey var ki, atıram da 20 dəqiqəlik işi bir dənə search eləyəcəksən, 2 dəqiqə, 3 dəqiqə tapacaqsan, 3 dəqiqə həll eləyəcəksən. Bir də var ki, gedib dənə ora durub şey yazır. Okey demək? Bu belə. Qalan da shortcutlar çoxdur. Mən bilən hətta bunun. Yəni VS Code shortcut yazsaz çıxacaq. Yəni məndən məsləhət öyrənin ki, bayağı performansı artırır bunlar. Okey. Əsəd. Sonra məşq eləyərsən. Gələk indi bunları silək. Bu hissəni məncə saxlayayım ki, rekorda qarışmasın.